Xudakinin tələbəsi olub Ayətullah Burucerdi. Burucerdi ağa nəql edir. Deyir ki, Ayətullah Xudakinin bir dənə böyük tələblərindən biri var idi. Elmdə də əxlaqları üstün bir səviyyə insanı idi. Minbərə çıxanda aşiq idi cəmaat, deyir, ancaq o danışsın. Deyir, bir gün Ayətullah Burucerdi ağa, özü də müstəhid idi, Ayətullah Burucerdi, yaxınlaşır həmin Xudakinin tələbəsinə. Deyir, səndən istəyirəm bir soruşam mağazam, deyir, buyur işləyirəm. Deyir, ağa, nə səbəb olur ki, məsələn, cəmaat bu qədər sənə minbəri xoşlayırlar, sənə danışmağı istəyirlər, sevirlər belə filan. Deyir, mənim nəyim var ki, həzə min fəzli Rabbim, mənim Rəbbimdən mənə bir şey yox. Deyir, ağa, yox, Allahın lütfünü bildim ki, Allah lütf eləyibdir ki, bu qədər cəmiyyət səni minbəri sevirlər. İstəyirəm, başqa bir şey varsa, istəyirəm onu deyəsən. Deyir, Ayətullah Burucerdi çox təkid edir ki, o nəsə var ki, sənə bu qədər cəmaat sevir. Çox təkid edir, həmin alim deyir ki, Ayətullah Burucerdi ki, deyir, ağa, bəli. Deyir, mən bir dəfə getmişdim Samirliyə, düzsüz Samiriyədə İmam Həsən əskəri ilə İmam Hadi əleyhissalam dəfn olunubdur. İmam Zaman əleyhissalamın atası ilə babası dəfn olunubdur orada. İki imamın məqbərəsi var orada. Deyir, mən getmişdim Samirliyə şəhərinə. Bilirsiniz, hərəmdə adətən, məxsusən o bölgələrdə hərəmdə gecə vaxtı bağlanırlar. İşçiləri çıxardarlar, cəmaatı, qapıları kilitlənər. Mən bu hekayə təqribən 6 kişinin hekayəsidir. Ayətullah Burucerdidən nəql olunubdur. Bu alim deyir ki, mən getmişdim Samirliyə, girdim içəri, İmam Həsən əskərini ziyarət elədim, Muhadini ziyarət elədim, deyir, oturdum hərəmin ağzında qapıda, xalçanın üstündə oturdum, deyir, bu xidmətçilərin birine dedim ki, siz ki bu vaxt qapına bağlısınız, deyir, ona çoxlu pulu verdim ki, sənə xahiş edirəm, qapının bağlısında bağlı, mən qalam içəridə bir gecə. Bu xidmətçi pulu verir ki, gecə qalsın, bu içəri qapını kilitləsin, geçsin işindəysə, mən gecə qalam hərəmdə. Deyir, bir razılaşır bundan, pulu verir, xadimi yola salı, qapı kilitləndə qalır içəridə. Deyir, qalır, başlayır gecə dua eləməliyə. Deyir ki, ya sahib əl-əsrə və zaman. Deyir, ağacan, gəlmişəm, sənin atınla babanın hərəmində tutmuşam, sizin evinizə gəlmişəm. Deyir, həqiqətən ki, sizdən uzaqdır ki, mən oturam sizin evinizdə, sizin evinizin xalçasının üstündə oturam, səndən bir şey istəyəm, sən verməyəsən. Deyir, gecə elə belə girəyləndi, yatdı, yatandan sonra yuxuda İmam Zaman əleyhissalamı görür. Deyir, İmam Zaman əleyhissalam buna deyir ki, filan kəs deyir, bəli, deyir, filan kəs, nə istəyirsən istə bizdən. Selamünaleyküm və rəhmətullah. Deyir, ağacan, nə istəyirsən istə bizdən? Deyir, ağacan, mən nə istəyirəm səndən? Heç də sənin canın sağlığı. 3 dəfə bu söz deyir, nə istəyirsən, denən sənə əta edeyim. 3 dəfə bu deyir, heç də sənin canın sağlığı. Deyir, deyəsən, dilənçiliyi də, gedəçılığı da bacarmırsan. Kim olsa nə sən istəyir? Amma madəm istəmirsən, mən sənə bir şey verirəm, sənə elm verirəm. Sənə elm verirəm, yuxudan ayrılandan sonra hər şey sənin varımdır. Mənim deyir ki, minbəri cəmaat mənim aşiqimdir, səbəb budur ki, İmam Zaman mənə elm veribdir. Mövlud axşamıdır, Allahdan istəyək, Allah bizim ki bir şeyimiz yoxdur, Allah o həzrətin bu gecə gəlişinə xatir, Allah o həzrətin gəlişinə xatir, bizə də inşallah bir bayramlıq payı nəsib eləsin. Bayramlıq payı da biz ağadan maddiyyət istəmirik, dünya istəmirik. O şey istəyirik ki, o şeyləri istəməklik bizi o həzrətin qəbrinə şad olmasına zəmin yaradır. Allah'ın verək, İmam Zamanın ehtiramına xatir, Allah bizi o həzrətin nasib və xadim qərar versin.